Hamiləlikdə uşaqlıq boynu uzunluğu nə üçün ölçülür? Hamiləlikdə uşaqlıq boyunun ölçülməsi çox əhəmiyyətlidir. Çünki uşaqlıq boyunun qısalması erkən doğuşun göstəricisidir. Ona görə də hamiləlik müddətində uşaqlıq boyunu ölçülməlidir. Normal uşaqlıq boynu uzunluğu nə qədərdir? Bu trimestrdən asılı olaraq, yəni hamiləlik müddətindən asılı olaraq dəyişilir. Belə ki, ilk trimestrdə əgər uşaqlıq boyunun uzunluğu 35-45 mm-dirsə, sonrakı dövrlərdə isə bu xüsusən də birinci trimestrin axırında doğuşa az qalan vaxtlarda qısalma müşahidə olunur. Bu isə fizioloji haldır. Serviksin qısaldığını necə bilirik? Ümumiyyətlə, uşaqlıq boynunun qısalmasını, uşaqlıq boyunun ölçüsünü ölçmək üçün transvaginal ultrasəs müayinəsindən istifadə olunur və buna uyğun da biz qərar verə bilirik. Bəs uşaqlıq boynu qısalıbsa nə etməliyik? Əgər uşaqlıq boynunun qısalmasını biz ultrasəs müayinəsində görürüksə, yenə də hamiləliyin ilk növbədə müddətinə fikir vermək lazımdır. Əgər hamiləliyin birinci trimestrində və yaxud da ikinci trimestrində belə bir qısalmalar varsa, mütləq şəkildə həkimə müraciət etmək lazımdır. Yəni həkim qiymətləndirir, ondan sonra isə tədbirlər həyata keçirir. Belə ki, hormonal müalicədən tutmuş, uşaqlıq boynuna tikişin qoyulması və yaxud da PSR-lərdən istifadə olunması kimi müxtəlif tədbirlər görə bilər. Serviksin uzunluğu hamiləliyin hansı həftələrində ölçülür? Adətən hamiləliyin 16-24 həftələri arasında ölçülür və bu dediyim tədbirlər də məhz həmin həftələrdə aparılır. Əgər uşaqlıq boyunun uzunluğu 25 sm-dən qısadırsa, artıq biz bunu erkən doğuş riski kimi qiymətləndiririk və mütləq şəkildə müalicə tədbirləri həyata keçiririk. Uşaqlıq boynu uzunluğu doğuşa təsir edirmi? Əlbəttə, qeyd etdiyim kimi, əgər hamiləliyin axırıncı dövrlərində, axır həftələrində belə bir qısalma varsa, biz bunu fizioloji hesab edirik və doğuşa hazırlıq kimi başa düşürük. Lakin daha erkən dövrlərdə qısalma müşahidə olunubsa, bu artıq erkən doğum riskini göstərir.